Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi və Bilişim Vadisi DGH-in birgə təşkilatçılığı ilə DGH Bakı 2025 rəqəmsal oyun düşərgəsinə start verilib. Düşərgənin rəsmi açılış mərasimində İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və Bilişim Vadisinin baş icraçı direktoru Erkam Tüzgən iştirak ediblər. Sevindirici haldır ki, bu sahəyə ölkəmizdə maraq yüksəlməkdədir və biz bunu hər il olunan müraciət saylarında da görə bilərik. Qardaş Türkiyənin oyun sektoru regionumuzda ən inkişaf etmiş ekosistemlərdən sayılır. Bunun sübutu olaraq qlobal bazarda onların böyük unikornlarını görə bilərik və bu düşərgənin təşkilindəki əsas məqsədimiz ondan ibarətdir ki, iştirakçılar həmin təcrübədən faydalansınlar və ölkəmizdəki oyun sektorunun inkişafına bir töhfə olsun. Ve biz Azerbaycan'da da bu alanda güçlü, başarılı bir ekosistem kurmayı hedefliyoruz. Ve 3 yıldır istikrarlı bir şekilde bu ekosistemi büyütmeye gayret ediyoruz. Bu sene kampımızda 100'e yakın öğrencimiz, 100'e yakın girişimci adayımız kendi oyunlarını geliştiriyorlar. Ve biz onlara mentörlük desteği veriyoruz. Oyunda teknik destekler veriyoruz. Ve hedefimiz buradan başarılı oyunlar çıkması. Bu programın bir önemi şu: DGH Bakü yapılıp bu ülkeden çıkmıyor. DGH Bakü bu ülkede kalıyor. Kendi öz mentörlerini yetiştiriyor. Kendi öz oyun şirketlerini yetiştirip bu ülkede bırakıyor. O yüzden en büyük motivasyonumuz Azerbaycan'da oyun ekosisteminin erken aşama kısmını tamamlamak. Bu il 3-cü dəfə təşkil edilən düşərgəyə 28 komanda və 134 fərdi iştirakçı olmaqla 238 nəfər müraciət edib. Onlardan 100 iştirakçı seçilib. 3 gün davam edəcək düşərgədə qəbul mərhələlərini tamamlayan iştirakçılar komanda və fərdi formada mübarizə aparacaqlar. Mən keçən il də gəlmişdim. Onda 3D artist olaraq iştirak edirdim. İndi isə developer köməkçisiyəm. Təəssüratlarım odur ki, yəni çox qəşəng yarışmadır və burada uşaqların oyun düzəltmək bacarıqlarını yüksəldilər. Düşərgələr 2023-cü ildə İnnovasiyalar Mərkəzi və Bilişim Vadisi Bakı arasında imzalanan əməkdaşlıq memorandumunun əsasən təşkil olunub. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsi və ölkəmizdə innovativ həllərin tətbiqinə dəstək verməkdir. Eyni zamanda hackathon və bootcamp modeli əsasında layihələrin birgə hazırlanması da prioritetlər arasındadır.